Salam əziz dinləyicilər. Bildiyiniz kimi seçkilərin ikinci turuna getdiyimiz üçün biz birinci turda olduğu kimi Azərbaycan Civic Nation və Ətək Yazı olaraq Azərbaycan məsələlərlə uğraşan, bu haqda fikirləşən fəalları və düşünürləri bir araya gətirməyə, davam etməyə qərar verdik. Bugün rəis cümhurluq kandidinin ya da adayının Türk olması siyasi cəhətdən gücsüzləşdirilmiş Azərbaycana bir güc gətirmə potansiyelinə sahib olubdur. Ümid edirik bu dönemdə bizim bölgənin və haşiyələşdirilmiş bölgələrin xeyrinə olan bir kandidin seçilməsiyle bizim də dil, mədəniyyət, kültür, mühit-zist, iqtisad problemlərimiz həll olmasa da həllinə doğru, tamamen həll olmasa da heç olmasa həllinə doğru bir işıq yolu açılmış olar qarşısında. Bu barədə bugünkü qonaqlarımızla səs vermək məsələsi haqqında və bu səs verib verməmə məsələsinin bizim bölgəmizə gətirəcəyi zərərlər və xeyirlər barəsində danışacağıq. Qonaqlarımız əzizlərimiz Müştəba Rəzmi, siyasi fəal və karafərindirlər və Eyvaz Taha, fəlsəfəçi və mədəni fəaldırlar. Əzizlər, çox xoş gəlibsiniz. Mən birinci suala Eyvaz bəy sizinlə başlayacağım. Siz Pezeşkiyanın seçilməsi məsələsinə, Pezeşkiyan qazansa, türklər və başqa xalqlar sizin nəzərinizə nə əldə edəcəklər, nə uduzacaqlar? Ya da bizi bu haşiyələşdirilmiş xalqların mədəni haqlarını, siyasi haqlarını, iqtisadi haqlarını əldə etməsində Pezeşkiyanın seçilməsinin nə təsiri olacaq? Durumu necə dəyərləndirirsiniz? Buyurun. Mən də həm sizi, həm məndən başqa iştirak edən dostumuzu, cənab Rəzmini və həm də öz xalqımızı, öz millətimizi salamlayıram. Məsələ burasındadır ki, biz siyasal və ya əmr siyasi ərsəsində fəaliyyət edirik. Siyasətlə siyasalın bir fərqi var, amma hələlik o fərqlə işim yoxdur. Siyasət iqtiza edir, biz məsələlərə esensial ya özçü bir baxış bucağından baxmayaq. Özçü baxış bucağından məqsədim zatgəraydır. Bilirsiniz, bu çox əhəmiyyətlidir. Düzdür, bu fəlsəfi bir termindir, amma burada bizə kömək edir, qərarlarımızı tanıyaq və qərarlarımıza işıq sala bilir bu. Bilirsiniz, İranda hökumət özünü nizam kimi adlandırır. Nizam deyəndə hökumətin baxış bucağı esensialdır, özçüdür, zatgərayanədir. Yəni özünü bir bütün və bütöv kimi təqdim edir və onun hər tərəfindən sən tənqid yağdırsan, onu tənqid etsən, sanki bütöv bir gövdəni, bütöv bir məfkurəni və ya bir zatı tənqid edirsən. Halbuki belə bir şey yoxdur. Bunlar hamısı simgəsəl fenomenlərdirlər. Nəmadin pədidədirlər. Yəni, nizam adında bir şey yoxdur, bir topluluqdur. Bir iddə insanlar yığışıb, hakimiyyəti ələ keçiriblər və özlərinə də bir ad qoyublar. O adı biz esensial şəkildə kullanmamalıyıq. Onu nizam özünə kullanır, amma biz kullanmamalıyıq. Bizim bu tənqid ilə burada edin bir çox milli fəallarımız da həmişə düşmən kəlməsini özçü şəkildə işlədirlər. Yəni, sanki Sadıq Ziba Kəlamla Hüseyn Şəriət Mədarı birdirlər. Bunlar bir deyirlər. Əgər biz özçü baxış bucağından məsələlərə yaxınlaşmasaq, bir fərqlilik görəcəyik. Hər bir pədidədə, hər bir fenomende, hər bir toplumda, hətta güc quruluşlarında. Mən 2 il bundan qabaq bir uzun məqalə yazmışdım. Hərasəz cüdai xahi. Orada buna geniş işarə eləmişdim ki, bizim bəzən siyasət alanında hərəkət imkanlarımız bu baxışdan uzaqlaşmağımıza bağlıdır. Biz bu baxışla hadisələrə yaxınlaşmamalıyıq. Hadisələrin içində gəplər, çatlar görməliyik. O çatlarda biz hərəkət imkanları qazanmalıyıq. Biz daxildə
bizim böyük hərəkət imkanımız yoxdur. Mən şəxsən $20 məhrumam. Əgər alçaq könüllülükdən kənar olmasa, burada 100 demək olar professordan 10-undan dalı olsam, özümü 90-ından qabaq bilirəm. Amma mənim universitetdə danışmaq, dərs demək imkanım yoxdur. Öz sahəmdə heç bir fəaliyyət imkanım yoxdur. Kitablarımı istədiyim şəkildə mən burada nəşr edə bilmirəm, yayımlaya bilmirəm. Amma bununla belə məsələyə zatı baxmıram. Mən çox əxlaqi adamam. Yəni, çalışıram ki, heç bir insana özümə bəyənmədiyimi ona bəyənməyəm. İnsanlara ziyanım yetməyəm. İnsanlara xeyir gətirəm. Bu əxlaqi baxışda yenə mənə hökm edir ki, hadisələrə rasional baxam, əqlani baxış bucağından baxam. Bu bir müqəddəmədir. İkinci müqəddəmə, bilirsiniz, opozisyonun məsələsidir. Opozisyon, yəni İran hökumətinin xaricdə yaşayan mən opozisyonu nəzərdə alıram. Çünki daxili opozisyon hökumətin öz içindədir. Onlarda o qədər də dərin fərq görmürəm. Halbuki o İrandakı opozisyonda eyni hökumətin özü deyil. Yəni Tacizadə burada İbrahim Rəisi deyil. Ya Səid Həccariyan Səid Cəlili deyil. Bunların arasında fərq var. Əgər biz bunların arasında fərq görməsək, heç bir siyasi əmələ biz qurşana bilmərik. Gərək təkcə silah götürək, döyüşək. Bu həm imkansızdır, həm yersizdir, həm də ziyanlıdır. Əgər biz siyasi cəhətlərdən hər bir hadisə yaxınlaşmaq istəyiriksə, biz siyasi fəaliyyət aparmaq istəyiriksə, çatlara baxmalıyıq. Harada bizim imkan dairəmiz var, fəaliyyət dairəmiz var. Mən ehtimal verirəm, dostumuz bəlkə həmin dostudur ki, mənim Twitterimdə bir orada mesaj ya komment qoyub, orada yazıb ki, Eyvaz bəy birinci turun təhrimilərindən idi. Təhrimi demək bəlkə düzgün olmuyor, amma mən birinci tur səs verməmişəm. Çünki birinci turda yəni 1401-in hadisələrindən çıxmış bir toplumda, 98-in hadisələrindən çıxmış, 96-nın hadisələrindən çıxmış bir toplumda hələ öz hadisələrimiz qalsın, 94-də Fəthilə məsələsidir, 85-də mənim də qəzetimin bağlandığı, həbsə atıldığım böyük hadisələr, hələ onları qoyuram kənara. Bu hadisədən çıxmış bir toplumda mən eləyə bilməzdim yürüyəm səs sandıqlarını. Və fikirləşirdim ki, bu hökumətin əlindən qaçsa da burada bir zərurət var. Pezeşkiyanı bir zərurət əsasında gətiriblər. Bizi sandıqların tərəfinə çağırmaq istəyirlər, yönəltmək istəyirlər və mən düzün axtarsız burada tərəddüd içindeydim. Tərəddüdümü də bəyan elədim. Bir mətləb yazdım. İntixab beyni bədtər və xeyli bədtər. Orada opozisyona hücum elədim ki, bunlar hadisəyə zatı baxırlar və heç bir təşkik, heç bir zümərtəbərlik burada tanımırlar. Yəni, daxili bütöv bir fenomen kimi, bütöv bir şəkl, form, hər nə desək, bütöv ona baxırlar və burada heç bir fərqliliyə, təfavütə, ayrı seçkiliyə qail deyirlər. Amma eyni halda mən səs vermədim. Mən şənbə günü qərara gəldim səs verməyə və şənbə günündən, çünki mən bir çox məsələləri deməyəcəyəm. Yəni, mən istəmirəm farslar təhrik olsun. Mən şənbə günü deyə bilirəm. Şənbə günü çox sözüm var deyəm. İndi istəmirəm deyəm. Bəli, mənim nəzərimdən çox böyük bir hadisədir. Təkcə bunu işarə eləyə bilərəm ki, mən xəritəni gördüm, səs xəritəsinin o yayılımını gördüm. Yəni, tozi, coğrafiyayı rəyləri görəndən sonra gördüm bizim fəaliyyətlərimiz, mədəni fəaliyyətlərimiz nəticə verir. Mən şənbədən çox sevincim. Həqiqətən həddindən artıq artıb. Bu nə üçün ki, biz etnik bir mərhələyə girmişik siyasətdə? Identity politics mərhələsinə girmişik. Hətta buna görə də deyil. Bunun üçün ki, bir qovmi
etnik mahiyyəti olan bir quruluşun qabağında demək olar baş qaldırmışıq. Səslərin etnik mahiyyəti var. Farsnişin məntəqələrdə Cəliliyə səs veriblər. Qeyri-farsnişin məntəqələrdə Cəliliyə səs verməyiblər. Pizəşkiyana səs veriblər. Bu həqiqətən dərindən diskindirdi. Və bir mədəni faal olaraq mənim sahəm fəlsəfədə iki mühüm sahədir. Biri estetikdir, biri siyasətdir. Mənim işim siyasət fəlsəfəsidir. Buna çox maraqlıyam. Mənim yönəlişim də budur. Hətta dərslərim də budur. Belə bir sahədə fəaliyyət göstərən bir adam baxışlarını fəqət nəzəri səviyyəsində, nəzəriyyə müstəviyyəsində dondurub saxlaya bilməz. Mənim şənbə günündən nəzəri müstəvim zehnimdən fəvəran etdi əməl səviyyəsinə. Fikirləşdim ki, mənə siyasət və ya siyasal belə hökm edir ki, hətta əxlaq belə hökm edir ki, hökumət cümə günü məğlub olub, İkinci məğlubiyyət ona səs vermək. Mən sizə söz verirəm. Əgər Ağay Cəlili sabah birisi gün cümə günü səsləri qazansa, bu məğlubiyyətin yarası onlara sağalacaq. Mən sizin ikinci sualda elə bu qaldığımız yerdən davam yəni ikinci sualım, zehnimdəki sual sizinlə cümləzi buradan götürəcək. Çox sağ olun. Müştəbə bəy, mən sizə dönürəm. Siz həm də Təbrizdə Birlik stadında fəal olan birisiniz. Həm öz şəxsi duyğunuzu, şəxsi fikrinizi öyrənmək istəyirəm. Niyə getdiniz, qoşuldunuz? Niyə təbliğ eləyirsiniz orada? Çox istərəm biləm bunu. Həm də sizin nəzərinizdə bu dönəm səs vermək, rəy vermək önəmli midir, mühüm müdür? Niyə mühümdür? Buyurun. Salamlar, saygılar. Mən təşəkkür edirəm Lalə xanım Cavanşir sizdən və salam ərz edirəm Eyvaz müəllimə və ilk öncə də Etəş Yazı və Civic Nation-in də sitələrindən də təşəkkür edirəm ki, bu ortamı yaratdılar və bu müddətdə çox gözəl, çeşidli, fərqli bizim jurnalistlər, aktivistlərlə söz apardınız və bu mətləbi çox araşdırdınız. Baxın, önəmlidir, tabii ki önəmlidir. Nədən önəmli olmasın? Nə tənha bu seçki önəmlidir, bundan keçmiş seçkilər və bundan sonra gələcəkdəki seçkilər və əslən tam nə mənə siyasət dünyasında, İranda üz verir, önəmlidir. Yəni biz fəqət birinə zoom eləməməliyik. Bu birinci. İkinci, bu seçki biz yaddan çıxartmayaq. 50 gün bundan öncə bir helikopter aşıbdır. Yəni onu biz bir akulat parantez arasında saxlamalıyıq, altını çizməliyik və onu düşünməliyik ki, nə oldu bu günlərin biz indi seçkiyə rast gəlməliyik. Onu çox araşdırmaq istəmirəm, amma onu gözdən itirməməliyik. Üçüncüsü budur ki, Trump gəlir. Yəni aban ayında Amerikada Trump rəis cümhur olur. Yəni onun orada seçilməsi bizim yəni burada yaşadığımıza təsir qoyacaq. Amma ən önəmlisi budur ki, biz dayanmamalıyıq. Mən bir flashback vurum, 1385-ə biz öğrenci idik. O zaman o olaylardan sonra çox fəza əmniyyəti olmuşdu. O zaman da söyləm çox nasyonalisti əsasındaydı və xiyabanlarda gedən şüarlar biz hara faslar hara əsasındaydı və bu çox duruma ağır eləmişdi və fəaliyyət eləmək əslində çox çətin idi. Öğrencilər o zaman bir ortama gəldilər və bir rebranding yaratmaq əsasında hoviyyət tələbi adında bir cəryan yaratdılar. O zaman da bilirsiniz ki, reformistlərin axır illəri idi və sonra Əhmədicad dövranı gəldi. Bu əsasda biz eləyə bildik qoftimanımızı, söyləmimizi hüquq-i bəşər və demokrasi xahı əsasında pozisyonda özümüzə bir məqtə tərifləyək. Ondan qabaq bizim xəbərlərimiz getmirdi. Ondan qabaq bizim dostlar ki, məhbus olurdular, tutulurdular, bizə olan xəbərlərə yayılmırdı. Çünki bilirsiniz ki, 2-ci savaşdan sonra nasyonalisti söyləm bir miqdar dünyada çəkinirlər və ona çox yaxşı baxmırlar. Amma demokrasi əsasında baxanda biz əslən bu reformistlərin yaxalarını tutulduq deyirik, biz elə siz digər sözlərin əsasında bizim indi bu ana dilimizi verməlisiniz. Bizim bu elə qanun əsasında, anayasada yazdıqlarımız haqları verməlisiniz və onları əslən bir açməz duruma qoymuşduq. Baxın, biz fəaliyyət eləməliyik.
Geçdi o zaman ki biz İvaz müəllim kimi deyək, mənim nəşriyyəm olmadı, məni qoymadılar, mən dəstəyənmədim, mən yox, biz indi pozisiyona girməliyik, biz mücəvviz verməliyik, biz şərhdar olmalıyıq, biz fərmandar olmalıyıq, biz ustandar olmalıyıq. Yəni o bir ruhiyyə suficəri, dərvişi, məabana ki biz qudrət pisdir, biz qudrətdən çəkilməliyik. Ya inki məsələn bunlar pisdirlər. Baxın, mən bir dənə misal örnək vururam sizə bu Kürdlərdən. Abdullah Öcalan Türkiyədə zindanda olarkən Kürdlər hezb təşkil verdilər və seçkilərə qatıldılar. Çox böyük güc qazandılar. Selahattin Demirtaş zindanda olarkən bu seçkilərə, prezident seçkilərinə aday yazıldı. Onlar elə bu günlərin öz güclərinə, öz tedadlarına və sayılarına qədər böyük gücləri var, rolları var. Onlar niyə küsmədilər? Onlar niyə dalı oturmadılar? Onlar indi bu günlərin Van'da şərhlər verirlər və bu gün böyük rol oynayırlar. O birisi əhzabla iştiraka keçməyə düşünürlər. O əsasda nə tənha bu önəmlidir. Mən bundan qabaqdakı da önəmlidir. Mən İvaz Taha müəllimə də tənqid yazmışdım. Yəni siz elə bir dənə şənbə günü ilə, bir dənə nəqşə xəritəsi ilə sizlər bir dənə şəxsi deyilsiniz. Sizlər bir dənə nimatsınız. Sizlər şəxsi təslim tutmamalısınız. Baxın, bu əslən təhrimin mənası da yoxdur. Yəni bu günlərim 60% təhrim edənlərin çəkini və faktorunu Rza Pəhləvi nəqd elədi. Yəni İran International apardı, dedi ki, bu dana mən demişdim və 60% gəlmədilər və onun pulunu aldı. Bizlər harda görsənirik? Biz o təhrimilərdə biz görsəndik, yox. Vaqiət biz məsulanə bərxurd eləməliyik. Bizlər gərək məsuliyyətpəzir olaq. İntixabı beyni bəd və bədtər deyil. Biz bu gün sadiq olmalıyıq. Pezeşkən bu gün bizə mətlub qozinədir, yaxşı qozinədir. Yəni sənin sabahların əgər bir də açılış da olmuş olsa, bu bir dənə tanınmış bir nəfərdir, bu bir dənə cərrahdır. Orta təbəqənin içində, təbəqə-i mütəvəssitin içində bir dənə bu bəşərə görə cərrahdır, döktürdür və çəkim vardır. Və amma bunu da artırmalıyam ki, biz tamamı fəaliyyətlərimizi, ya işlərimizi, söyləmlərimizi bir nəfərin çıxıb-çıxmamazlığın əsasında sərmayə quzarı eləməməliyik. Yəni, belə bir söz vardı ki, bir dənə düz sənin əks ya təsmim sənin yaşayışında səni xoşbəxt eləməz, bir dənə qələt təslim də səni bədbəxt eləməz. Biz bir keyf olaraq, bir qurur, bir söyləm sahibi olaraq ki, Azərbaycan sevgisi vardı bizim ürəklərimizdə. Bizlər bir silsilə düz təslimlər tutmalıyıq. Yəni, bir təslim tutaq deyək, mən bir dənə rəy verdim və onu çəkildim kənara və sabah Gürcistan olacaq, ya olmayacaq, yox. Bunun dağılısını tutmalıyıq və ona yetirər təslimlərin dağılısını gətirməliyik. Sağ olun. Çox yaxşı, çox sağ olun. Çox önəmli nöqtələrə işarə elədiniz. Sadəcə bunu daha sonra da danışmaq mümkündür. Kürdlər çox şey qazanıblar, amma çox şeylər də itiriblər Türkiyədə. Biz öz qoftumanlarımızı, milli hərəkətin qoftumanlarını qoruyaraq fərmandar olacaqsa olmalıyıq, qüdrətə qatılacaqsa qatılmalıyıq deyə düşünürəm. Kürdlər türkləşərək bir çox yerdə o haqları da qazanır. Biz ora, təbii bu başqa məsələdir. Sonra yəqin ki, bunun üzərində danışmaq olar. Amma dediklərinizin bir çox nöqtəsinə qatılıram. Çox sağ olun. Geri gələk sizə, əziz Eyvaz bəy. Siz əxlaq məsələsindən danışdınız bu seçimlərdə. Bilirsiniz, bəziləri bugün seçimə qatılmağın əxlaqi olmadığını deyirlər. Deyirlər, məsələn, xüsusilə mən bu cümləni istifadə eləmək istəyirəm, deyirlər, əliniz qana batır, əgər səs verirsiniz, çünki cavanlar ölüblər, filan, özəlliklə bu yaxın, ən yaxın keçən illərdə olan cərəyanlarda bir çox insan öldü. Ona görə deyirlər, bunlardan dolayı əxlaqi deyil. Siz bu duruma necə baxırsınız? Məsələn, o əxlaqi deyilsə, bəs Urmu gölündə tozdan ölən ya da öləcək olan insanlar necə? Əhər Vərziqan yolunda yolu olmayan insanların ölümü necə? Bunlar əxlaqidirmi? Yəni, əxlaq məsələsini bu vəsətdə necə dəyərləndirə bilərik? Buyurun. Bilirsiniz, Lalə xanım, bunların bu tip dostların sözü yersiz deyil. Yəni, mahiyyətən yersiz deyil. Çünki biz burada çox şəffaf bir seçkilərlə qarşı-qarşıya deyilik ki, yəni, burada da bizim vəzifəmiz seçkilərə qatılmaq deyil həmişə. Yəni, şəraitlə biz bunu seçirik. Mən hətta birinci turda
Yəni əxlaqı görmürdüm. Əxlaqı görmürdüm bu mənada ki, əgər Pezeşkiyan birinci turda çıxmasaydı üstə, mən onu fikirləşirdim ki, bunu qoymayacaqlar və Cəlili ilə Qalibov gedəcək. Yəni biz qalacağıq haşiyə. Mən əslən inanmırdım ki, Pezeşkiyanı qoya bilərlər, gəlsin üstə. Mən hələ də hökumətin siyasətindən baş açmıram. Yəni nə qədər analiz edirəm ki, burada məsələ necə gedir? Çünki bizim seçkilər burada heç bir şübhə yoxdur ki, mühəndisi olmur. Şübhəmiz yoxdur. Səslər, adaylar ardı-ardına düzülür. Bunda da şübhə yoxdur. Onun üçün bu dostların da bir haqqı var. Amma həqiqətən siyasət məsələsi əvvələn əxlaqdan ayrıdır. Yəni, bilirsiniz, əxlaqda bizim vəzifəmiz və ya işimiz pis yaxşını müəyyənləşdirməkdir. Əxlaqın mənası budur. Bizim davranışlarımızın pis yaxşılığını müəyyənləşdirir. Estetikdə biz gözəl çirkini müəyyənləşdiririk. Estetikin də mahiyyəti budur. Siyasətdə dost düşməni müəyyənləşdiririk. Bu Karl Schmitt'in təklifidir, önərisidir. Yəni siyasətdə ya dost var, düşmən var. Əlbəttə bu dost xüsusi düşmən deyil. Bizim bu milli fəalların çox xüsusi düşmənləri var. Ümumi düşmənləri çox azdır umumi. Ümumi düşməndir. Yəni ümumi düşməndir. Bunu hətta siz rəqib deyə bilərsiniz. Onunla alverə girə bilərsiniz. Onunla danışa bilərsiniz. Onunla lazım olsa müharibə də eləyə bilərsiniz. Məsələn, dövlətlər bir-birinə ümumi düşməndirlər. Bir-biri ilə dost deyirlər. Alış-veriş edirlər, bir-biri ilə mübadilədə olurlar, lazım gələndə də bir-biri ilə müharibə edirlər. Burada məsələ dost düşməndir. Yəni bizim bir dost cərgəmiz var. Bu dost cərgənin içində bir də biz təbizlərə uğramışıq. Bu təbizləri bizə emal edənlər də ya düşmən ya rəqib, hər adın qoyarsa. Bir ölkənin içində biz burada bir züy tutub həmişə mən seçkilərdə mən dostumuzun sözündən belə anladım. Müşarikət edəcəyik, qatılacaq və bu sanki əqlaniyyət nişanəsidir, mən bundan razılaşmıram. Biz yəni həmişə burada binanı hökumətin sədaqətinə yox, ədəm sədaqətinə də qoya bilərik. O rahatlığa deyil, yəni daxildə qərara gəlmək. Burada biz salıb çıxmalıyıq. Burada ikinci turda mən niyə bu qəziyyədə öz prinsipimi sındırdım? Gördüm ki, bu adam bu ikinci turda bir məsələnin simgəsi olacaq. Bizim hüviyyətin simgəsi olacaq. Mən bunu şənbə günü bunun bir sözündən çıxartdım ki, bu simgə deyil, bu məsələlərə çox dərin girişməyibdir. Pezeşkiyan əslən vəsvəsələri, dəğdəğələri bu deyil. Amma istəmədən onun türk olduğu, yəni özü də deyir ki, məni Allah türk yaradıb da özüm yaratmamışam ki. Onun təsadüfən türk olduğu özü bir simgə kimi çıxış eləyə bilər. Yəni bunu da biz gördük. Opozisyon buna öz münasibətində çox ifrat qanadı opozisyonun, məsələn, Mənoto televizyonları kimi ya hətta international bunu türklüyünə görə demək olar döyəşləyir, bunu tənqid edir, bunun keçmişindən kiçik motivlər çıxardır, onu göz qabağında sərgiləyir. Bu özü məni qaytardı, səhv eləmirsəm 92-91 illərinə Cəvad-ı Təbatəbai Mehrnamədə bizim əleyhimizə çarvadarı söyüşlərlə bir məqalə yazmışdı. Mən ona bir kiçik yaddaş yazdım. Yaddaş yazandan sonra Qumdakı bir çox mənim yaxşı dostum mənə uyardı ki, biz buna əhəmiyyət verməməliyik. Bu adamın sözünə əhəmiyyət verməməliyik. Bunu biz təbliğ edirik. Dedim, ittifaqən biz yerək bu adamı təbliğ edirik. Çünki bundan qabaq hökumətin məmurları, qapıçılar bizlə uğraşırdı. İndi gəlib bir fəlsəfəçi İranda 3-4 demək olar şahid fəlsəfəçilərdən biridir, bizlə uğraşır. Biz bunu yerək buraxmayaq. Buna yazaq və mən indi də buna inanıram ki, Cəvad Təbatəbainin bizə elədiyi köməyi heç kəs eləməyib. Bizim əleyhimizə tənqidlərin səviyyəsini qaldırdı və bu məsələni, etnik məsələsini göz qabağına gətirdi, bizim dostlarımızı reaksiyaya qaldırdı və burada da o ittifaq baş tutur. Yəni, şənbə günündən bəri təbliğata baxsaz fazlar dəyişibdir. Fazlar gedib Türk Farsın üstünə.
nəfsi qəziyyə çox mühümdür. Bu nəfsi qəziyyə. Mən buna indi inanıram. Bu gün bunu deyirəm. Bunu şəmmə də hətta deyə bilməzdim. Tişəvəri zamanından indiyənəcən bizim dilimiz barəsində belə bir xoş hadisə baş verib. Əlbəttə bu arada Təbriz həlqəsinə, çünki mən onlara ürəkdən bağlıyam. Təbriz Səməd Behrengi başda olmaqla 1344-dən adinə əlavəsi orada çıxandan o mühüm hadisə idi. Çünki Pişəvərdən sonra dil barəsində sükutu bunlar sındırdılar və hamısı insan çox qəribə və sevimli insanlar idilər. Oktayda olmaqla, Behruz Dehqanında olmaqla. Onu yaddan çıxartmayalım. Amma onların da o nüfuz dairələri, nüfuz ərsələri o qədər geniş olmadı. Çünki çiriş fədailərin içində əridilər, getdilər. Pişəvəridən sonra həqiqətən çox böyük bir hadisədir. Yəni, məsələnin mahiyyəti elə önəmlidir ki, indi hər kəs 15 gün içində nənəsi türk olur, dədəsi türk olur. Bu sadə hadisə deyil ki, mən duram bir aday deyəm, mənim dədəm də türk idi. Əlbəttə, mən bilirəm, niyə bunların anaları türk olur, dədələri olmur, o ayrı bəhsdir. Amma çox gözəl məsələdir. Əgər Ağay Pezeşkiyan olmasaydı, bu hadisə bu həddə qabarıq və şişmiş görkəmdə qabağa gəlməyəcəkdi. Gənə burada çox motivlər var, çünki zaman yoxdur, mən onlara işarə edə bilirəm. Əgər vaxtınız olsa, sonra çox geniş danışa bilirik. Yəni, indi mən fəqət təbliğ mahiyyətli danışıram və bundan nəticə alıram ki, bizim dostlarımız, hətta təhrimi dostlarımız, yəni hamısına mən şəxsən əxlaqi vəzifə bilirəm ki, geçsinlər, səs versinlər. Çünki biz bir qəribə dönüş nöqtəsində, ət nöqtəsində dayanmışıq. Ağay Pezeşkiyan şikəst yesə bir 4-5 ildə yenə biz dalı düşəcəyik və bu məsələni gərək bugünkü qoyduğumuz nöqtədən başlayaq. Amma əgər Ağay Pezeşkiyan gəlsə iş üstünə, bilirəm, böyük şey olmayacaq. Nə möcüzə eləyə biləcək, nə hətta bəlkə elə bizim kitablarımız da orada, mənim ələn 2-3 kitabım qalıb orada. Qoymadılar çıxsın, qoymadılar danışaq. Amma məsələ mahiyyətən, yəni özündə o fi-nəfsih də, fi-nəfsih çox əcibdir, çox qəribədir, gözlənilməzdir və biz bu fürsəti qaçırmamalıyıq. Sağ olun. Müştəbə bəy, Eyvaz bəy dedilər ki, bütün təhrimilər gəlib rəy verməlidir, çünki böyük bir möcüzə olmayacaq. Möcüzə möhtəmələn olmayacaq, eləyə bilməyəcək möcüzələsin, bir çox sıxıntı davam eləyəcək, amma bir addım qabağa, 5 addım qabağa getmiş olacaq və fərqli bir nöqtədən başlayacaq. Siz özəlliklə birlik stadında çalışan birisi olaraq sizə bu sualı yönəltmək istəyirəm. Sizcə Pezeşkiyan səs gətirsə və qazansa bu seçimləri, biz türklər başda olmaqla haşiyələşdirilmiş xalqlar nə qazanacaq və Cəlili gəlsə nə itirəcək? Çok güzel. Ben bir 3-4 tane burada uygulamalıyam. Sonra sizin sualınıza cevap vereyim. Birinci bu ki, ben burada şəxsi nəzərlərimi deyirəm. Sitada bağlı olduğum üçün, amma bu bir şəxsi nəzərlərdir və sitada o çoxlu dostlarımız vardı və mümkün fərqli nəzərlər olmuş olar. İkinci bu ki, bir dənə tənnaz dostumuz Twitter'də yazmışdı, 1325'də yıxılanlar 1403'də ayağa qalxırlar və bu özü bir tənnazanə və bir gözəl bir müştəridir. Ay Dr. Pezeşkiyan və mən ərz elədim, elə əvvəl bölümdə də ərz elədim. Biz tamamilə öz sərniştimizi, yumurtalarımızı bir nəfərin çıxıb-çıxmamazlığın üstündə, seçilib-seçilməmazlığın üstündə qoymamalıyıq. Yəni biz özümüzə güvənməliyik, öz yolumuza davam verməliyik. Tabii ki, Dr. Pezeşkiyanın çıxmağı bizə çox fərq edəcək, çox fərq edəcək. Dr. Pezeşkiyan bizdəndir, özümüzdəndir. Bu bir dənə Şəhristanlı adaydı. Yəni indi bunun yaşam yeri Urmiyə və Təbrizdir. Tehranda bu yaşamır. Bunun telefonunun piş şumarəsi, o nömrəsi 1914'dir. Yəni o birisilər ətər 1912 kullanmır. Bu bir dənə İran Mərkəz Piramın məsələsində çox mühim və incə məsələdir. Yəni 0912 olan şumarə telefonlar İranda məsələn bir miqdar klaslı olar deyilən bir söyləm var. Amma bu şumarəni kullanır. Bu haşiyədən gəlir. Bizlər inanmalıyıq ki, bizlər üçün
haşiyədə qərar tapmışıq, piramida qərar tapmışıq və əsl düşüncəyə sahabıq. Bizim tamami İrana bərnaməmiz vardı. Biz şahid Döktür Pezişkiyan elan edirik və tamami İranı eləyə bilər ki, səadətə yetirər, doğru düzgün yerə yetirər. Cəlilin çıxmağı, mən belə düşünürəm ki, hakimiyyətdə də belə rəğbət yoxdur ki, o teyf çıxa, yəni o ətf verirəm həm intixabat-ı xubriqana və həm o helikopter düşmana ki, mən fikrim hakimiyyət də bu əqlaniyyətə gəlibdir ki, çünki Trump əsasında gələcəkdir qabaqda, bir hər hal bir nəfər lazımdır ki, bir müşavirət əsasında qabağa gedə və Döktür Pezeshkiyanı mən fikrim hakimiyyətdə də rəğbət vardı bunun əsasında. Bir dənə təhrimçi söz dostlarımızdan söz getdi. Hala onlara bir müxatəb bir söz deyim. O əxlaqi bölümü ki buyurdunuz. Baxın dostlar, siz rəy vermisiniz. Amma vamnazın qıstın verirsiniz. Siz rəy vermisiniz. Amma maliyyat verirsiniz. Siz rəy vermisiniz, amma uşaqlarınızı mədrəsəyə göndərirsiniz. Biz əgər məsələn fikr eləyək ki, bir dənə rəy vermək məsələn hakimiyyətə məşruiyyət qazandırır ya qazandırmır. Biz gündə sübhdən axşama elə işlər görürük ki, yəni hərəmiz hər olduğumuz yerdə bu tamamilə elə məşruiyyət əsasındadır. O karşərqin də əldən veribdir. Yəni ola bilməz bir söyləm 18 ilin içində, 20 ilin içində ki, məsələn elə 18 dənə intixabat olubdur, seçki olubdur, elə bir dənə fəqət karşərq, bir dənə yol fəqət başara, fəqət o bir dənəni deyə və oradan fəqət etiraz istəyə bir dənə məsələ göstərdə. Bir dənə məsələdə o kürdlərə görə ki, mən birinci bölümdə dedim, qiyas mə'əl-fariqdir. Bir dənə məsəl üçün onu ətrəh elədim. Onların tamamən işlərini biz təyid eləmək və onların içində bir terroristi qısımları da vardı ki, Səlahattin Dəmirtaş onlara aid idi və onu məsəl üçün gətirdim və məsələdə təbiətən münaqişə yoxdur. Ay Döktür Pezeshkiyan bizim özümüzdəndir. Bugün Urmu gölündən söz deyir. Bugün 100 ildən sonra payan təkzəbanıdır. Döktür Pezeshkiyan bir prezident seçkisi adayı olaraq gəldi Təbrizdə, Bağşumalda türkü danışdı və mərkəzdə olan radiolar, medialar və rəsanələr zirnivis yazdılar. Bunun sözünü tərcümə elədilər. İran mütəkəssir bugün başlanır. O təxəyyül işi Rızaxan başlamışdı və istirdi bir dənə yeksansazi fərhəngi eləyə və o köçdü. Biz bir təzə dönəmə, təzə əsrə, təzə devrimə bir ayaq qoymalıyıq. Burada nəqş ifa eləməliyik. Yenə dostumuz Cənab İvaz Taha müəllim buyuran kimi də mümkündür Pezeshkiyan bu işi yerinə qoya, ya qoyanmaya. Bəli, bu bizə bir böyük bir fürsətdir. Bir dənə də dostumuzun söhbətlərində dedi ki, mən məsələn bu anlamda bir mətləb deyirəm ki, biz tamam seçkilərə məsələn qatılaq və rəy verək. Yox, o mənada deyil. Bilirsiniz ki, İranda çünki fəza çox bağlıdır, sıxıntıdır və bu seçkilərdə fəzalar bir miqdar açılır. Bu sitatlara qatılmaq, seçkilərdə bir fəaliyyət eləmək, bizi bir təşkilati eləmək, təşkilatlandırmaq, hala nə o fəlsəfi ya məsələn ictimai anlamında, bir şey ki, rəvabit ictimaini məsələn təmrin eləmək anlamında. Bu çox bir yaxşı fürsətdir. 1385-in olayları o zaman ittifaq düşdü ki, 1384-də Mehrəlizadə aday oldu və öğrencilər və ittifaqın o zaman millətçilər bərain ki, rəy mənadar verələr və onun səbəd rəyini görsədələr, onun dalında oldular və ona işlədilər. Ondan qabaq Haşimi Təba seçkilərdə 53 min dənə rəy gəlmişdi. Dərhal ki, Mehrəlizadə 2 milyon dənə rəy gəldi. Bu bir dənə rəy mənadar idi. 1385-də biz bir-biri tapa bildik. Dostlar bir-birini tapa bildilər. Sözləşə bildilər. O danışıqlar bir-birlərinə vəsl oldu ki, 1385-də bir kiçik bir məsələ üz verəndə eləyə bildilər, onu nəqş ifa edələr. Bəs yenə vurğuluram bu nöqtəni ki, biz pozisyonda öz yerlərimizi tapmalıyıq. O opportunisti mənasında anlamında deyil, bu hakimiyyətin tamam işlərini təyid eləmək anlamında deyil. Biz güc sahibi olmalıyıq və Döktür Pezeshkiyana bu dövrə dəstək verməliyik və onun dalında durmalıyıq, ondan təzəşdən hezb istəməliyik. Döktür Pezeshkiyanın dünənlərin bir də yanlış cümləsi də vardı ki, heydə onu vurğulurdu ki, mən hezbi deyirəm, mən nə islah tələb usulcara deyirəm. Bu iştibahdır, biz bərain ki, eləyə bilək demokrasiya yetişək, bərain ki, eləyə bilək səadətə yaşaq, biz təhəzzübi məmləkətdə təmrin eləyək, bunu Döktürə də hətta yetirək.
şənbə günü gərək şənlik eləyəndən sonra onun dalında duraq və ondan istəklərimiz olar. Biz ciddi surətdə gərək o istəklərimizi peycik eləyək. Çox sağ olun. Hər iki qonağımıza mən təşəkkür edirəm. Xüsusilə sizin son dediyinizi də unutmamaq lazımdır. Çünki birdən Pezeşkiyan qazansa, məncə də bizim ən başda olan mütalibələrimiz dil məsələsi, yəni dostlardan biri çox yaxşı bir söz demişdi. Hətta 15-ci əsrin icrasından ziyadə həm icrası, həm islahı o yetməz çünki o 15-ci əsl Urmu gölü məsələsi, mədənlər məsələsi, xüsusilə dilinə gətirib dediyi hər şeyi gedib qapısını çalmaq və istəmək lazımdır. Dilinə gəlib, bəs bunu nə zaman icra eləyəcəksən? Yoxsa sadəcə istəməklə bitmir. Bu bir dənə sürətdir və davamı gəlməlidir. Hər iki qonağımıza dəyərli vaxtlarını ayırıb bizimlə danışdıqları üçün, fikirlərini bizə və dinləyicilərimizə çatdırdıqları üçün təşəkkür edirəm. Çox sağ olun, əziz Eyvaz bəy və Müştəbə bəy.